Salam izləyicilər, bundan öncəki video dəstə CorelDRAW proqramında yeni fayl yaratmanın 5 üsulunu izah etmişdik və qeyd etmişdik ki, bu üsulların hər hansı biri ilə yeni fayl yaradan zaman Create a New Document adlı pəncərə açılır. Buradan parametrləri sazlayaraq, OK düyməsini vuraraq yeni sənəd yarada bilərik. Bu video dəstə həmin bu parametrlər haqqında məlumat verəcəyik. Deməli, Create a New Document pəncərəsinin sağ tərəfində yəni Document Settings, yəni sənəd parametrləri adlı bölmə var və bunlar da alt bölmələrdən ibarətdir. Birinci bölmə General, yəni ümumi bölməsidir. Buradakı əmrlər nəzərə alaq. Name adlı əmr nə üçün nəzərdə tutulub? Yəni yeni yaradacağınız sənəd nə ilə bağlıdırsa, yəni burada ona ad verirsiniz. Yəni bannerdirsə banner, vizit kartdırsa, yəni business kartdırsa business kart, flyerdirsə, broşurdirsə, yəni burada onun adını yazıb qeyd edirsiniz. Number of pages, buradan səhifələrin sayını təyin etmək mümkündür. Yəni buradakı üç uzaqlara vuraraq sayı təyin edə bilərsiniz və ya əllə də yaza bilərsiniz. Page view əmri isə səhifənin görünüşünü tənzimləyir. Belə ki, tək səhifə görünüşü və ya çox səhifə görünüşü. Digər əmr Primary Color Mode isə rəng modu seçimini nəzərdə tutur. Belə ki, burada SMYK və RGB rəng modelləri var. Əgər yaradacağınız sənəd çap üçün nəzərdə tutulubsa, siz burada SMYK rəng modelini seçəcəksiniz. Əgər internet üçün nəzərdə tutulubsa, RGB rəng modelini seçəcəksiniz. Digər bölmə Dimensions bölməsidir, yəni ölçülər bölməsi. Burada Viz əmri vasitəsilə səhifənin en ölçüsünü təyin edə bilərsiniz. Yenə üçbucaqlarla da ikisi üçbucaqlarla da artırıb azalda bilərsiniz və ya əllə konkret olaraq yaza da bilərsiniz ölçünü. Height isə səhifənin hündürlük ölçüsünü təyin edir. Yəni buradan rəqəm daxil edə bilərsiniz. Units adlı əmr isə ölçü vahidinin seçilməsi nəzərdə tutulur. Susmaya görə burada ölçü vahidi millimetr olur. Digər ölçü vahidləri üçün buraya daxil olub seçə bilərsiniz. Orientation, yəni orientasiya, səhifənin orientasiyasını təyin edir. Burada əgər yaradacağınız sənəd kitab, yəni portret formasındadırsa bu seçimi və ya albom, yəni enlidirsə bu seçimi edəcəksiniz. Resolution bölməsi səhifənin çap keyfiyyətini tənzimləyir. Adətən çap üçün burada 200 və ya 300 dpi seçilir. İnternet üçün nəzərdə tutulubsa 72 və ya 96 dpi göstəricisindən istifadə edilir. Digər bir bölmə Layout, yəni düzən bölməsidir. Burada Paper Type əmri vasitəsilə siz çap üçün kağız formatının seçilməsini həyata keçirə bilərsiniz. Burada A0-dan A6-ya kimi, həmçinin B0, B5 kimi standartlar, business kart və banner, zərf, sosial media üçün nəzərdə tutulan standartlar və s. kimi müxtəlif kağız formatları mövcuddur ki, yəni siz buradan seçə bilərsiniz. Görürsünüz, qurğular da var da burada. Belə. Yəni siz bu kağız formatlarını seçdiyiniz zaman eyni zamanda burada Dimensions bölməsində With Height, yəni en hündürlük ölçüləri də o seçilən kağız formatına uyğun olaraq dəyişəcək. Yəni siz formatları seçdikdə gördüyünüz kimi bu hissələr dəyişir. Bəzən units, yəni vahidlər belə deyək, bölməsi də dəyişir, daha doğrusu əmri də dəyişir. Məsələn, web banner seçdikdə görürsünüz, burada pixels seçilir. Yəni həmin kağız formatına uyğun olaraq ölçü vahidləri və eyni zamanda en hündürlük ölçüləri də buna uyğun dəyişir. Standart halda burada A4 olur. Bleed seçimi isə normalda bleed əmri CorelDRAW-nun bundan öncəki versiyalarında yox idi. Yəni son versiyalarında peyda oldu bu əmr. Bleed əmri kəsim payıdır. Yəni dizaynın kənarlarına əlavə edilən ehtiyat sahədir. Bu sahə çapdan sonra kəsim zamanı yaranacaq
səhvlərinin qarşısını almaq üçün nəzərdə tutulur. Adətən kəsim payı standart olaraq 3-4 millimetr götürülür. Yəni istəsəniz buradan artırıb azaldaraq da özünüz təyin edə bilərsiniz və ya əllə daxil edərək də ölçünü. Digər bir bölmə colors, rənglər bölməsidir. Burada müxtəlif rəng parametrləri var ki, buradan seçərək sazlaya bilərsiniz. Dərsimiz çox uzanmasın deyə dərsi burada yekunlaşdırıram. Yəni bu bölmə haqqında məlumatı isə növbəti video dərslərdə verəcəm. CorelDRAW proqramını ilk öyrənən, yəni istifadəçilər üçün bu hissələri hələ ki bilmək, yəni çox da önəmli deyil. Yəni çünki burada məlumat daha çoxdur və bu da zehində məlumat qarşılığına səbəb olacaq. Videonu bəyəndinizsə like etməyi və kanala abunə olmayı unutmayın. Dostlarınızla paylaşın ki, onlar da bizim video dərslərdən faydalanı bilsinlər. Hələlik sağ olun.